O zarafatların birinə mən gülürəmsə, mənim zat bazatma nədir? Motor. Salam, hər vaxtınız xeyirli olsun. Aleyküm salam, hər vaxtınız xeyir. Necəsiz? Çox sağ olun, Allah razı olsun, siz yaxşı olasınız inşallah. Xoş gəlmişsiniz bizim məzəli şöbəliyimizə. Xoş gördük, minnətdaram. Zəhmət olmasa özünüzü təqdim eləyin. Mən Anar Oruczadə Heydaroğlu, 1995 təvəllüdlü, 28 may doğumlu, Gəncə şəhərindən doğulmuşam, 30 yaşım var, inşallah 31-i addımlayıram, az qalıb, 1-2 ay qalıb. İşiniz, peşəniz. İşimiz, peşəmiz belə boş-bekar adamlarıq. Video çəkirik, ağzımıza gələn, mamıllıq edirik TikTokdan, Instagramdan belə. Qazanmaq istəyirik belə. Yəni başqa elə işimiz, gücümüz, alımız, heç nəyimiz yoxdur. Yəni yalan deyim. Sevginiz çoxdur, qazancınız? Sevgim mi çoxdur, qazancım mı? Bəli. Sevgim daha çoxdur. Sevgim daha çoxdur. Özün al, qaqa, özün. Qazancım, bir pul qazanır, bir pul qazanır. Nə sevgi zat? Əsas sevgi puldur, pul qazanır. Darvası yox, bu dəqiqə bizdə dəyişir. Arada pul daha çox olur, sevgi az olur. Arada da ki, indi sevgi var, amma pul səndə o dərəcədə yoxdur. Ola bilər olsun, ola bilər olmaz. Dəyişir də, zamanına görə sevgi azarır. Bir dəqiqə sevgi, bilmirəm, pulu soruşsun deyim məndən ki, pul var, yox. Deyim, azdır, çoxdur. Ümumiyyətlə cibində pulun var. Kartdadır. Bizdə kartda olur da. Biz... O tatuları vurduranda pul xərcləyirsən də yəqin ki, Anar. Bunlar hamısı reklamdır. Dəqiq olsun. Bax, bir dənə blogerin yaxşı şey odur ki, dediyimiz kimsə pul verir, amma bu tatulara pulsuzdur. Mənaları nədir onların? Mənaları heç nə. Bu Mənasız həyat yaşayırsınız belə. mənasız həyat. Belə dostum deyib ki, bu xoşdur, bu da deyib ki, bu da xoşdur, elə vurdurmuşam qutab. Başqa bu Allah qancaq. naxoşundan saxlasın. Anar, qollara baxanda mən elə təsəvvür elədim ki, rəssamlar ittifaqından gəlmisən. Olar, dostum sən demə rəssamdır. Əvvəl rəssam olub fəhişlə. Sonra işləyib. Burada xeyr ola. Oğlum, qardaş çağırdı, nə bilmirəm. Dedi ki, belə bir çəkiliş var, gəl, nə bilim, yeniyik, nə bilim, belə dəstəyə ehtiyacımız var, sən böyüksən, sən eləsən, bir tərif elədi məni. Dedim, mən görəm məndən daşı, başqa dedim, mənəm, Anar Oruczadə. Hələ qaqa sən deyirəm, səhifəmə atdım, linki, bax, bu Instagram, bu dedim, dedim, işinə qədər, bu qədər tərif verirsən, gəlim də. Səni anladı be, Əbrəm. Olar. Tez inanıram, əkizlər bölücü tez inanır, tez ürək bağlayır. Anar, çox pozitiv insansan həqiqətən. Çox xoş auran var. Bəs sənin naxoş auranda insanların etməməli olduğu nədir? Mənim naxoş halımda insana etmədiyi şey bir şeyi 2 dəfə deməkdir. Misal üçün, Anar, bir dənə dur oradan çəkir o tərəfə. Bir dəfə dedin də, görürsən ki, mən o deyiləm. Oturmuşam burada. Yox. Yandırmadım, elə ağzına gələn danışqam. Əslində doğru cavab verdi. Doğru cavab verdi əslində. Cavab qane elədi. Yəni sual buydu ki, sən əsəbi olanda insanlar neynəməməlidir ki, sən əsəbləşməyəsən və cavabı da verdi ki, yəni. 2 dəfə deməsin. Bir dəfə dedi, durmuramsa deməli mən o deyiləm, durmuram. Əslində bu bizə aid idi ha. Sualı kəfə verməyin. Atdım da ortalığa. Atdım ortalığa. Kim götürər, götürər. Həyatda dostlarınızla zarafat eləyəndə deməyiblər ki, roldan çıx. Həyatda dostlarınızla çıx. Ağır sözlər deyiblər. Roldan çıx çox belə üngülvari sözdür. Ağırlarını deyiblər. Ona uyğun ağır kəlmələr işlədirlər. Bəli, olub. Nə yalan deyim. Çox pozitiv insansınız da. Yəni deyən, gülən, zarafatçıl insanlar sizi belə qəbul edirlər və buna görə sevirlər. Amma belə insanların digər tərəflərini görmək yəni olmur, çətindir. Nə qədər gülüş olsa da özdə, içəridə bir başqa, məsələn, qəm, kədər. Elə bir şey varmı ki, məsələn, sizin üçün də, sizin üçün çox önəm daşıyır, sizi çox düşündürür,
Amma bəzən ona görə kədərlənirsiniz də. Amma onu biruzə vermirsiniz insanlara. Ümumiyyətcə deyim də bax, realım, real təbiətim. O qədər kövrəyəm ki, bax bir seriala baxım, o serialda 2 nəfər qovuşsun, ölməsin, ha, bax qovuşsun, onu oturub ağlayıram. Sevindiyindən ağlayırsan, yoxsa onlar qovuşub deyə ağlayırsan? Sevindiğini ağlayıram. Onlar sevinir, qovuşur. Elə eyni şeydir də ikisi də. Hə, sevincdən ağlayıram da, ölür ağlayıram. Onlar qovuşur ağlayıram. Biri pul qazanır ağlayıram ki, məndən çox qazanır. Biri nə bilir, hər şey ağlayıram mən. Təbiətim çox kövrəkdir həqiqətən. İlk pulu nə vaxt qazanmısınız? İlk pulu qazanmışam 2020-nin oktyabr ayında. Bu işdən, blogerlikdən. Gəldim Bakıya, karantin vaxtı çəkdim. Sentyabrda çağırdılar Bakıya, ATV-yə, Van Show-ya. Orada Van Show-da ola. Denə reklam gəldi. Yadına deyirəm, amma bilirəm ki, reklam gəldi, story reklamı Instagramda. Paylaşdım, ilk qazancım oradan olub. Elə ilk qazancım elə olub. Odur, bu da elə. Gözləm, reklam olsa yazın. Yazın, çəkib paylaşın. 2020-də qazandığım pulda. Nə qədər idi o pul? O vaxt az alardım. İndi ən çox paylaşımlardan nə qədər alırsınız qiymət olaraq? Summanı bilmək olar? Summa deyir, qadının yaşı, kişinin maaşı soruşulmaz. Bu biz elə görmüşük dədə-babadan. Amma belə olur da, obyektə baxır. Böyük obyekt olur, qiyməti belə böyük olur. Böyük olur, kiçik obyekt olur, belə xırda olur, yeni açılır. Deyirəm ki, nə verəsən. Yəni bloger olmaqdan başqa heç bir peşəniz yoxdur? Yox, ixtisasım var, rus dili müəllimiyəm. Gəncə Universitetində. Allah üzümüzə baxıb elə müəllim kimi fəaliyyət göstərməmisiniz. Heç də bilmirəm. Anar, bax, çox gözəl bir mövzuya toxundu Aytən xanım. İndi sənə belə bir sual verəcəm. Düşün ki, günün birində TikTok və Instagram yeri dibli bağlandı. Necə qazanasınız qadasınız? Heç onu fikirləşməmişdim. Bağlansa... Yəni, düşün də, belə bir gün oldu ki və qərar çıxdı ki, TikTok, Insta yeri dibli bağlandı və neyniyəsiz qadasınız? Nə işə məşğul olasınız? Yəqin ki, ixtisasım işləyəməyəcəm, çünki rus dili bilmirəm, sıfırdır. Bax, 4 il oxumuşam, 1 il kəsməli oxumuşam, 5 il. Bir dənə здравствуйте, девушки, потом что, или сообщение, bunları biləm, heç nə bilmirəm. Yəqin ki, fəhlə işləyirəm, çünki fəhlə işləmişəm, belə başım üstüdür. Sən mi cavab üçün minnətdaram? Ən çox pulun bu sənətdə olub, yoxsa papa verib? Ən çox qazandığım pul blogerlikdir. Ata vermir. Anar bəy, səncə siz cəmaatı alladırmısınız? Alladırıq. Çünki o qədər bambıllıq edirəm, işləyirəm. Amma mən hiç zarafat çəkirəm də, açığı. Bəli. Ən başa düşən heyvan hansıdır? Deyirəm, bit. Niyə? Başa düşür çünki. Nə belə ağıllı heyvan. Bax, deyirəm də. Bax, hamı gülür. O zarafatların birinə mən gülürəmsə, mənim zat-bazatım elədir. Öz çəkdiyim hansısa bir videoya gülmüşəmsə indiyənə qədər, mən zat-bazatım elədir. Bax, o qədər. Güləmirəm. Ağzıma gələni çəkirəm, hamı gülür. Orada alladıram camaatı. Elə bilir ki, mən beləyəm də, amma... Bunun adına nə deyirlər? Aktyorluq yoxsa bamballıq? Mən bambıllıq deyirəm. Onda mən belə başa düşürəm ki, bütün blogerlər bambıllıq eləyir. Onu çoxsu qəbul eləmir. Mən qəbul edəcəm, mən bambıllıq edirəm. Məsələn, biri divanın üstündə oynayır, biri stolun altında oynayır. Yəni, nə dəxlisi də? Dəxlisi, o bir adı var da. Biz olan şeyləri, cəmiyyətdə olan şeyləri biz göstəririk. O obraza bürünüş göstəririk, bizimki obrazdır, bizimki şey. Doğrusu budur da yəqin ki, bu obrazdır. Stol altına girmək istəmisiniz heç? Nəyi? Stol altına da, yəni o digərləri kimi ki, orada reklam eləyəsiniz nəyisə. Bəlkə də tələb olunsa, edərsinizmi ki, məsələn, hansısa bir stolun keyfiyyətini... Hansısa bir mebel stolu. Onun keyfiyyətinə görə bir dəqiqə üzr istəyirəm. Stolun altına girib nə qaracaq, onu deyim də nə? Reklam eləyirsən də stolun ayaqlarının, məsələn, möhkəmliyini girərsənmi? Çopolun pul elə şeydir ki, stolun altına girərsən, üstünə çıxarsan. Pul olsa vəsiyo, amma belə hələ ki üstündə çıxmışıq, altına çıxmamışıq. Yəni təklif gəlsə girərik. Anar bəy, əkizlər bürcüsüz, düzdür? Bəli. 2 xarakterə malikdirlər. Tutmaq olmur onları. 2 saniyə fikirləri dəyişir. Bax, başdan ayağa məndən danışırsınız. Amma bayaqdan mən kimlə danışırdım görəsən? Bayaq bununla danışır, o birisindən danışırdınız, indi məndən danışırsınız. O dəyişir.
Həyatda heç pis vəziyyətə düşmüsünüz? Pis vəziyyətə o qədər. Maddi də düşmüşəm, mənə də düşmüşəm. O elə adam var ki, düşməsin pis vəziyyətə. Tək çıxmısan, cüt. Cüt çıxma momentləri olub, az qalıb Pavorotdan dönüb qayıt tək çıxmışam. Düşünmüsən ki, evlisən ona görə. Düşünmüşəm ki, evliyəm, qoy tək çıxsam yaxşıdır, qoy tək gedim evə. Cüt bəzən pisdir. Anar bəy, bir çox videolarınızda bu restoranda hesabı verməmək üzrə videolar çəkirsiniz, qaçmaq üzrə. Belə bir şey olubmu ki, həyatda? Məsələn, getmişsiniz bahalı bir restorana, pulunuz çatmayıb və qaçmışsınız oradan. Deyəcəm ki, inanmayasınız, olub. Onda Gün çayın pulunu da siz verəcəksiniz. bəs idi, elə işdim, elə bəs idi. Şeydi, soyuq. Qaçmışam. Onda video çəkmirdim. 18-19 yaşlarım olardı. Gəldik Bakıya bir dostumla. Pulumuz yox, paramız yox, acıq, qalmağa yerimiz yox. Hələmiz cibimdən 100 manat pulla gəlmişik, o da xərclərini qutarıb. Belə oturub, belə deyəsən su pişdik ikimiz də hələmiz, hava soyuq idi. Yəni qaç getmişəm, yəni nə yalan deyim. Pereşkdə yeyib qaçmışam. Sonradan həmin obyektə borcunuzu qaytardınızmı? İndi burada demək istərdim ki, bəli, qaytardım, getdim həmən obyektə. 100 manat verdim ki, ala burada 5 manat, yox, qaytarmadım. Heç, nə axtarmadım, nə bir şey eləmədim. Amma adam var deyərdi ki, mən getdim ora, bəs qaytardım, dedim, belə 10.000 manat da pul verdim, heç belə şeylə. Heç nə. Sir deyilsə, həmin obyektində fəaliyyət göstərir. Yalan solaram. Amma qalar. Hansı tərəfdə yerləşirdi təxminən? Siz axtarışa verirlər ona görə. Deyəsən 28 tərəflərdə idi. O tərəflərdə olacaq. Bazardan düşüb keçmisiniz restorana. 100% o tərəflər idi. Olar. Ailədə neçə uşaqsınız? 2 qardaşıq. Bir də anam 3 nəfər yoxmuş. Allah cansın. İndi evliyəm, o uşaqlarsa desəm, mən böyüyür də yavaş-yavaş. Belə öz birinci dərəcəli qohumlar, anam, qardaşım mənim, də yoldaşım da uşağım. Onlar artır deyən görək. Qaynanam, hə. Var, 5-6 nəfər var üzü. Artıq. Allah ömür versin hamısına. Qardaşınız nə işlə məşğuldur? O da blogerdir. Qoçu. Deyirəm, ortadan qoçudur, Koroğludan qoçudur. O mənim qardaşımdır. Hə, Allah ömür versin. Dalaşmamısınız heç? O qədər. Pul üstündə. Qoçuda axardı, dalaşa. Burası nə yox, o biraz içir. Mən spid iş içmirəm. İçir piyano olur, mən də o piyan adamların yanında oturanda biraz əsəbləşirəm də, onlara uyğunlaşa bilmirəm deyin. Elə çox dalaşmış ki, niyə içsən, nə ararsan, belə o cəhətdən 50 milyon. Pul cəhətdən amma dalaşmırıq. Onsa qazandıq elə qardaş mənə kimi yarı-yarı bölük. Əslində olan? Əslində olan götürür, yeyir, mənə da nə verər. Mənə gələndə mən yarı-yarı bölürəm. Qardaşım, mən yarı-yarı bölürəm ha, axı da mən yarı-yarı böldüm. Səndə olur indi orada, qardaş halal xoşun olsun, heç nə. Halal xoş olsun, yeyir, yediyi olur. Anar bəy, səmimi gəlmədi bu sözün. Hansı sözüm? Bölmək. Yox, mən qardaş mənə kimi yarı-yarı bölürəm. Mən nədirsə yarı-yarı bölürəm. Yəni demirəm ki, o maşının benzini olsun, nə bilim Sən taksi olsun. dərdi yarı bölürsən, yoxsa pulu? Dərdim bölə bilmirəm də, qalıb içimdə partlayıram. Bunu çevirin gəmlikə, mən içimi töküm burada. Çıxaq gedək burada. Mən ümumiyyətlə çayı qənddən içmədim, o çay deyil. Sən deyəsən evdən qovulmusan. Neçə gün dağıtsan? Yox, hər şey yaxşıdır. Prosta buranın mürəbbəs qəşəngdir. Ona görə yedim. Belə yoxsa evdə mənə mürəbbə də verirlər. Yox, gözünün altında qaraltı var deyəsən onu makyaj edib bitirmisən. Ya tavada ev. Axşam yatdım. Gec yatdım. Ona görə belə şey ola bilər. Əllərini də yaman qabar bağlayıb deyəsən pol silməkdəndir. Yox, hava soyuqdur. Kürək deyən ki, mənim cildim biraz həssasdır. Kürək deyən kimi qabarır, belə şey olur. Dəqiq. Belə bir sual verməzdim. Məsələn, tanıdığın blogerlər var ki, səndən fərqli olaraq çox da səmimi deyirlər. Açıq danışım. Egoları var, məsəl üçün özlərini biraz daha yüksəkdən. Sən fərqlisən. Məsələn, mən səni bugün tanıdım, illərdir sanki səni tanıyıram. Çox səmimisən, çox doğma gəldin. Səbəb nədir onların bu cür dəyişməyində? İlk başlayanda bildiyim qədər onlar da belə deyildi, səmimi idilər falan. Niyə dəyişdilər onlar səncə? Bizdə şey var da, siz də bilərsiniz bəlkə də. Bax, mən ilk video seçəndə məşhurlaşanda, çöldə cəmaət baxıb eləyir, şəhsat çəkdir, adama xoş gəlir ki, mən tanınıram, mən şey oluram.
o istər-istəməz adama şey verir ki, yəni elə bilirsən ki, yəni mənəm də, məndən o tərəfəsi yoxdur. İnsan özünü trolləyəndə şey, mənəm deyəndə hamı eyni adamdır. O zaman məni daha çox adam tanır, səni biraz az adam tanır. Onlar da içində var imiş o şey. Bu bloger də olmasa da, gedəcəkdi başqa bir də işləyəcəkdi, administrator olacaqdı. Oradan baxacaqdı ki, mən administratoram, sən şeydir. O insan nə peşəsi olsun, onsuz da elə olacaq. Fərhad olsa deyək ki, mən fərqləşdirəm şey deyil. Nə olsun, onun içində var da o. O insanın özünün aslında, amma adam var, bilmirəm. Mənim də ətrafımda var, tanış blogerlər var ki, belə baxsan ki, məndən o tərəfəsi yoxdur. Bir də baxsan ki, amma heç nə. Ad da verə bilərəm. Prosta yəni qırğın istəyirsiniz, ad da verim. Sayın burada soku. En qədər Azərbaycanda bloger var. En qədər. Sayı hesabı yoxdur. Yaxşısı da var, pisi də var. Yaxın dostunuz var, kimdir blogerlərdən? Bax var, Neymət Əlizadə var. Çox yaxındır. Mənlə video çəkən qız var, Fatimə Abbasquliyeva. Onunla çox yaxınam, o da 5 illik dostudur. Daşı, ondan sonra da gəlir də, məsələn, Rüfətlə yaxşı aramız yaxşıdır, misal üçün, nə bilim, Rəsulla aramız yaxşıdır. Ülvi ilə indi biraz uzaqlaşmışıq, amma indi yaxşı idi belə. Amma ən yaxşı, ən doğulması desəz, oğlanlardan Neymətdir, qızlardan Fatimədir, ən yaxın. Düşüncənizdə varmı bloger sizdə? Yəni insanlar sizi sevir, tanıyır. Hər hansı bir insanlar üçün bu sosial çarx kimi heç də, amma bir maraqlı mövzu olaraq qısa metrajlı nəsə çəkmək, yaratmaq, insanları amma ismarc olaraq, yəni sətraltı ismarc olaraq, yəni çəkib insanlara göstərmək, təbliğ eləmək. Varmı fikrinizdə? Fikrimiz var. Sinlər də oturub yaza bilərik. Prosta niyə çəkmirik? Bizdə elə bir şeydir ki, bir söz var, deyir, mənim əskim tüstülüdür. Mən bugün bir şey çəksəm, maarifləndirici bir şey misal üçün də, biraz realı çəksəm də, o mövzuda har afirsan falan məni qınayırlar. Mən deyək ki, mən atıram misal üçün, nə bilim, saxtakar bir mollayyat bir video çəksəm, ya falsiyat bir video çəksəm, o cürdə mən deyirlər ki, bu dini şey eləyir, pis təbliğ eləyir, dini alçadır, buna elə yorum gələcək. Amma filan kəs enlər çəksə, misal üçün, onlar deyir ki, hala bax, düzü çəkdirə, bax, elə bir şey var. Mən də ondan qorxuram açığı. Mən deyirəm ki, çəkməyim, belə mən yumor, azca yumor çəkirəm, orada da bir şey axtarlar ki, deməli sən burada filan şeyi lağa qoyursan, filan şeyi lağa qoyursan, qalınan belə. Ona görə mən uzaqlaşıram. Yəni, bəlkə də təklif gəlsə, belə böyük bir proyekt olsa, mənim proyektim olmasa, mən gəlib burada rol alıb çəkib çıxsam, razı olaram. Amma özüm o proyekt yaratmaram ki, mən bilirəm ki, məni qınayırlar. Ona görə uzaqlaşıram, ancaq belə işitlik, bambıllıq zat, bir şey qutardı. Həyatda nəyəsə risk eləmisiniz, olubmu nəyəsə görə risk eləmək? Əkizlər riski sevəndir, ona görə deyirəm. Risk, onsuz da bax, elə bu işə girməyimiz risk idi mənim. Bax, deyək, video çəkirdim, qazanc yox idi, deyək, apreldə başlamışam çəkməyə, sentyabr aydı, bir qəpik qazanc yox, evdə deyirlər ki, onlar pul, işlə, sıxırsan ki, ancaq mən bundan pul qazanacağam. O sıxıntılar, o şeylər ki, mən nə başa qazanacağam da, yəni bu işdən, o riskdir, yəni sən neçə aylarla pulsuz işləyirsən, misal üçün. Oradan sonra çəkdim, sonra gəldim Bakıya. Dedim, mən bu işi Bakıda görəcəm, Gəncədə yox, Bakıda görəcəm. Gəldim Bakıya, pulsuz, parasız, burada mən reklam tutdum, aylıq, oradan evin kirayəsini falan. Belə risklə, çox risk eləmişdi, həyatımız onsa risk. Nə qədər vaxt bu sahədəsiz? Rəsmi olaraq belə 2020-ci ilin aprelin 2-dən 3-ünə keçən gecə videom tutub, partlayıb TikTokda. Oradan gəl. Amma ondan əvvəldə elə çəkirdim, səhifələrim mənim heç vaxt səhifəm olmuyor. Instagram səhifəmdə qardaşım səhifəsi olub, adını dəyişdirmişəm. Uşaqlar çəkirdim, uşaq paylaşdı öz YouTube-unda, öz Instagramda, belə paylaşırdı. Amma 2020-ci ilin 2-dən 3-ünə keçən gecə videom partladı, səhər durdum ki, mənim videom paylaşır, ondan sonra belə. Hansı videoydu partladı? Karantin vaxtı çəkmişdim, qapıdan çıxıram, deyir şeydir. Arkadaşlar getsə, mən də özüm belə şeyə vururam ki, şeydə, ayrıyəs belə o deyir ki... İflic olmuşsunuz ki, o da, mən, nələr qınandım. Niyə? Onu deyirlər ki, sən fiziki qüsur insanları lağa qoyursan. Lağa qoyursan. Amma Gəncədə nə qədər fiziki qüsur insanlar varsa, yolda görən ki, məni stoq açırdılar. Elə birincisi də döyəcəklər, yaxınlaşdılar, qəşəng çəkirsən, belə, dedim, Allah köməyin olsun. Amma yəni mənim də öz tanışım var, fiziki qüsurlu əlildim Gəncədə. Yəni onu biraz qınadılar. Elə ondan bildim ki, mən nə çəksəm qınanacağam. Nə çəksəm qınanacağam. Elə ancaq seçdim bu şitliyi. Amma mən də istədim belə ciddi şeylər çəkim.
Yaxşı mövzuya toxundunuz. Ümumiyyətlə ciddi bir video çəkməyi düşünürsünüz. Çox. Və çəksəz necə sizcə qarşılanır? Yəni yumor mükəmməl alınır sizdə, cəmiyyətin üzündə təbəssüm oyada bilirsiniz. Bəs ciddi bir mövzu çəksəz necə olar? Mən bir dənəsini çəkmişəm əslində. Instagramda sabitləmişəm yuxarıya. Səssiz kadr çəkmişəm, səs yoxdur. Ancaq videoda bir alt yazı vermişəm. Gəlirəm, atam görəm nəsə çay içir, mən gəlirəm onun yanında otururam, danışıq eləyir. Sonra dostum gəlir ki, ana nə varsan, deyirəm bəs atamla danışıram da. Çönürəm ki, atam yoxdur, misal üçün. Hə, o da deyir kəllə unutmamısan. Orada kövrəmlə eləyirəm. Baxıram o video həm qəşəng baxış gəlmişdi, həm də bir nəfər şey eləməmişdi. Hamı deyir ki, qaqa mən gülmək istirdim və ağlatdın elədim. Baxıram çox elə ki yorumlar gəldi. Fikirləşdim ki, hə, eləyə bilərəm ciddi bir şey. Yəni o məndə var da, özümdə o şeyi orada gördüm. Belə ssenardə yazıram, prosta biraz büdcə sad lazım deyin, çox da girişmirəm. Yəni deyirəm biri var TikToka çəkəsən 2-3 saniyəlik, bir də var ki, böyük çəkəsən ki, zamanda yerisin də. Büdcə olsa çəkmən, amma çox istəyərəm. Belə ağladı belə mənə baxsınlar, hönkür-hönkür ağlasınlar. Onu istəyirəm həmişə. Bir mövzu qeyd edeyim. Yəni sizin simanızda əslində yumordan daha çox dramaturgiya var. Olur. Həqiqətən. Və bu da belə bir söz var. Bəlkə məncə eşitmisiniz bu sözü. Gözəl gülüşü olan insanların əslində dərin bir kədəri var işlərində. Olur, elədir. Yəni sizdə o dramı gördüm mən. Yəni məncə də mükəmməl danlar. Hətta o yorumlar ki, sən güləsiydim amma halaldır, ağlatdın. Bu da sizin bir üstünlük. Yəni təəccüb eləməyə bacarırsınız insanların dünyasında. Yəni məncə bunu bir yoxlayın. Gözəl danlar. Kövrəlləmə deyədi. Özümə nasıl deyir? O mövzudan çıxmayaq, mövzudan çıxmayaq. Bu dəm çıxayım. Sizə istəyən olubmu ki, yaxşı aktyorsunuz? Olub. Yalan danışıblar, inanma. Yo, məncə düz danışıb siz niyə? Yo, məncə. Burada məncə deyirəm düz danışıb, təyənim. Sosial mediada məndən o tərəfə bambul işin adam var. Yalan danışıb. Nə yalan danışıblar? Ücə keçir, ücə qırxın qiyamata. İstədiyim buydu bax. Dalaşa. Heç ağlamısınız? Ağlamışam mı? O qədər. O qədər. Ən axırıncı bir dəfə müharibə vaxtı, mən də olmuşam da 44 günlük müharibədə. Girdim yorğanın altına, orada məni tanıyırdılar, söhbətləşmişdik çaydı bir yerdə. Biri də ki, biraz kövrəyəm də. Girdim yorğanın altına, Səlvi boylum Alyazmanım Çonsu var, ona baxdım. Ona indi baxım, oturub ağlayıram burada kameranın qabağında da. Baxdım, ağladım orada, gözümü sildim, elədim, qutardım. Yorğan belə çəkdim ki, bütün belə böyük oturmağa baxır. Amma qutardın, dedim, abi qutarddım. Sən səysən, dərəsən, deyil, nə ağırsan, bu da ağırsan. Dedim, məqə varla, neyinin budur. Çox ağlamışam. Mən dəhşət çox ağlayaram. Çox. Bəs kimisə ağlatmısınız? Ağlatmışam. O qədər göz yaşlı insanlar qoyur. Var, bir ikisini qoymuşam. Maddi, mənəvi. Mənəvi. Etiraf da əslində gözəl insanlar. Ağlatmışam. Bugün sənə şans arzu edirəm. Sağ-salamat çatasan evə. Evə deyir ha, evə, Anar bəy, evə deyir. Hələ bu montaj olun ha. Yox, bizdə birbaşadır, canlı gedir. Xəbəriniz var, ücə izləyirlər sizi. Promotora? Bəli. Ey, zarafatdır da çəkmə. Senaryo, bana veriblər senaryo. Mən buradan oxuyub deyirəm hamısını. Telefon deyir burada bir baxıram. İnanmayın, yalan deyir. İnanmayın. Anar bəy, sizinlə o veriliş üçün danışan qardaş sizə nə deyib bilmirəm, məzəli şou falan. Amma bugün əslində siz olan verilişinin qonağısınız. Yəni bugün siz evə getməsəniz daha yaxşı olar. Bir dostunuzun evində qala bilərsiniz. Yəni ev yoxsa Davud bəyin, Ramil bəyin, mənim yanımda qala bilərsiniz. Bəli, bərabər biz bu günlərə ağlaya bilərik. Amma sizi bizdirmək istəmirik. Bir uşağımız var. Dünən bir yaşını qeyd eləmişik. İnanıb burada maaş eləməz. Anar bəy, yalandan ağlamayın. Heç sizə qadın obrazı təklif edin olur. Qadın obrazı təklifi gəlməyib, prosta özüm çəkmişəm. Gözəl olduğunuz üçün çəkmisiniz, yaraşıb sizə. Bu video, bax gör, qadın obrazı kim də təklif edə bilər? Niyə ki, yaraşar məncə? Bir ikisini çəkmişəm, heç yaraşmır. İzləyicilərin yaxşı qarşılanmadı. Nəyə görürsən, Cənab Ülvi çəkir obrazı, yeridir onlara. Mən bir iki dəfə çəkdim, baxdım ki, yazırlar ki, qaqa, eləmə, nə bilim, sən özün ol, belə şeylə. Baxdım ki, cəmaat şey eləmir də, o şey, mən də tərcih eləmədim.
Belə bir şey deyim, istər canlılarda olsun, istər videolarda. Sizə ən çox məsəl üçün izləyicilərin dediyi o bəzi yersiz sözlər var da, ki, özlərini məsələn komik hesab edirlər. Sizə hansı sözlər deyilib? Sizə xoş gəlməyən izləyicilərin fikirləri? Özünə hörmət elə. Axtarıram, elə bir yer varsa, qurum varsa xahiş edirəm, məni çağırsın, dəvət eləsin. Gəlim çox yox, 1 saat, 2 saat, həftədə 3 dəfə gəlim özümü orada hörmət edeyim. Belə yox, tapmıram. Ən çox o gəlir, özünə hörmət elə, özünə sənət tap. Özünə iş tap, bəli. Qaqa valla bu iş də öyle. Nə bilim, aha bambılı. Elə gəlir, şeylər gəlir. Adamın Allahı var, adın haqqını verirsən. Aktyor demişdim be, onu deyirsən yoxsa Yo, bambılı. hə, onu verərəm, o mümkündür. Respublikada məndən o tərəfəsi mümkündür. Burada yazıram. Təsdiq elədin. Asma da qol çəkirəm. Bu işə girməmişdə qabaq özünü hansısa bir aktyora bənzədib gəlmisən? İşdir ki bu. Sənət dedim. Heç bu sənət də deyil. Ya mən nəyə çağırmısınız bura? Mən sual belə cavab verir. Ya mən bura nəyə gəlmişəm? Görüntü olaraq. Özümü bənzədirdim deyəndə mənə bənzəyənlər var. Jim Carrey saçı mənə bənzəyir. Əslində düzdür ha. O da belə yatır. Düzdür. Mən də belə yatıram. Düzdür. Ortaq nöqtələrimiz çoxdur. Nöqtələri bilirsən harda yerləşir? Orta Nöqtə bitmiş fikri bildirir də, qoyursan sonra. Anar bəy, mən hal-hazırda neçə dəqiqədir bu stolda oturmusunuz? Hardasa 40 dəqiqə var. bəlkə olar elə olar, keç belə bax. Yarım saatdır Yarım saat deyərəm olar, ki. hə. O qədər maraqlı söhbət edir. Mən desəm ki, Aha. videonun rekini vurmamışam. Nə təəssürat bağışlayar sənə? Amma sizin gördüyünüz işə belə iş olar qardaşım bu. Əyləş, zarafat edir. Sən kimsiz? Hə, misal üçün dedim. Hayır onda mənim üçün fərqi yoxdur. Başdan çəkərik. Başdan çəkərik. Burada nə var ki? Mən səni bir düz sana bakayım. Arxanızda hacı dayanıb, hacı dayı. Ona belə salam deyəndə o sizə pul verir. Gör nə edə bilirsən. Pul verir. Hə. Aleyküm salam. Assalamu aleyküm əssalam. Şəkidən gəlir özdə. O hacıdaydı ha, biraz diqqətli ol. Yaxşı eşitmədi. Yaxşı eşitmədi. Allah sizə baxın. Utanmır heç fikir versən. Həyatda nədən qorxmusunuz bəs? Həyatdan nədən qorxmuşam? Bir dənə qorxum olub, o da başıma gəlib. O da biraz şeydir. Ölüm olub, bir nəfər məsələn ölümündən qorxmuşam, o da başıma gəlib. Bir dənə ondan qorxum. Ondan başqa heç nədən qorxmuram. O da başıma gəldiyin də nədən qorxum. Sizə borcu olan var? Of, ay nemət, ay nemət. Bayaq səni birinci yerə qoymuşdum ki, ən yaxınım nemətdir. Suala bax, borcu var kiminsə sizə. Mən də borcum var amma. Mən də borcum var başqalarına, amma mən də borcu olanlar var, hə, var. Sizin ən böyük borcunuz ananızadır. Hər dəfədə belə mövzura soxurlar. Ana borcu, o borc ödənməz. Ana borcunu qaytara bilərsiniz, qaytarın. Kim qaytarıb ana borcunu? Ana borcu. Qəşəng. Mürəbbəm deyil. Bəyəndiniz mürəbbəni? İl yarımdan çox deyiliyəm. Ancaq qənd, ancaq ki. Allah kömək. Yüzə gördüm ki, o dölü deyir, yüzlərə danışım. Yüzlərə danışmaq lazım. Əgər bu veriliş izlənəcəksə, ev meşiyim. Cənab da mənə mürəbbə verir. Evdə hazırlanıb mürəbbə özdə, çox qəşəngdir. Dadlı dama. Qəşəng seçmir, dadlı. Anar bəy, qadınlardan qorxursunuz? Qan, Qadınlardan qorxursunuz? qadınlardan. Qorxmaq lazımdır. Məncə də. Möhtəşəm qorxmaq cavab lazım. idi. Məncə də qorxmaq lazım. Yəni arxa fonda heç nə olmuyor. Va, bir də deyəsiniz ki, kimsə hələ qorxular gəlib. Heç nə, ölsən. Əslində olan. Əslində o arxadan çıxartmışdılar, belə şəkər-şük. Tapançalar çıxmışdı. Qadınlara qorxmaq lazım. Çox ağıllıdırlar. Çox. Nəyə görə qadını ağıllı hesab edirsiniz? Bax, Hansı biz kişilər, təxəyyülünə görə? bax biz kişilər, mən özüm deyirəm. Dupam. Səyən.
Girirəm otağa, bir şey axtaracağam da. Girirəm elə düz koftamanı. Belə baxıram, yoxdur çıxıram. O qadın gəlir, deyir burdadır misal üçün. Çox dəqiqli nəzərdə, hər şey bilir də, hər şeydən saxlayırlar ki, hara qoyulub, nə vaxt olub, falan şey nə vaxt olub, falan şey nə vaxt olub, ilk nə vaxt tanış olmuşsan, hamısını əzbər bilir də. Bilirsən ki, buna qarşı işlə qoyanmarsan. Bu sənin qabağına nəsə qoyar ki, bax falan vaxtı, falan şey olmuşdu da. Ona görə boxsuna bununla mümkün deyildir. Onda buradan evdəkinə salamdır. Təşəkkür edirəm. Məncə haqq edir. Biz evdə əlimizi sola vururuq. Bizə deyirik, proza ağrır deyim deyib vurmuram, yumşaq divana sada vururam, amma əlim arası Dəqiq gəlib stola vurursan. yox deyil, ağır deyim vura bilmirəm, amma divana vururam. Hə, divan yumşaqdır deyə. Hə, yumşaq deyim divana vururam yəni. Bir sözü O da heç kim görməyəndə. Bəli. olur. Özüm görürəm, bəs edir. Məni bir Allah görür, bəs edir. Allah şahid ki, vururam. Xanımlara qarşı şiddətə necə baxsan? Çox pis. Ümumiyyətlə mən şiddət sevmirəm. Mənim 31 yaşım olacaq. Hələ 31 yaşında bir nəfərlə əlbəyağı davam olmuyor. Uzaqam, yəni dava gördüm, dava varsa qaçıram. Ya kimsə məsələn sosial mediada biri ağzını eləni yazır, biri söyür, bir şey yazır. Ya mülayim başa sallamırlar ki, heç atıram bloka məsələn çıxır deyən, heç vaxt dava çürü olum, dava salım, heç vaxt. Yəni o çəkmə dalaşmamışam. Heç vaxt. Bundan sonra da olmasın inşallah. Yəni mən döyüflər mən dalaşamamışam, bildin nədir? Oğlum, döyüflər mən dalaşamamışam. O vaxtdan qalıb bu travma? Çox travmalar. Çox sakit işlər, yəni davam olmuyor. Niyə elə ürəkdən ah çəkdiniz? Ahınız dağlara. Əsgər yadıma düşdü, əsgər temalar. Nəsə də o şey deyirəm, videolar deyirəm, əsgər videolarını deyirəm, o yadıma düşdü. O vaxt çəkirdik, videolar çəkirdik, onlar yadıma düşdü. Belə yox, hər şey normal qaydasındadır. Əsas odur ki, hər insana da qismət olmur əskərliyi normal şəkildə çəksin. Kişimlik məktəbi deyirlər də, düzdür? Düz, bəli. Niyə belə o yan bir yana baxsız ki? Obyekt çox qəşəngdir. İndi baxıram, taxtadan zaddan çox qəşəng. Bölgələrdə harda olmusunuz? Bölgələrdən Lənkərana getmişəm. Əsgərlik vaxtı Qusarda olmuşam, Şaxdağ tərəfdə. Qəbələdə olmuşam. Gəncə Torpaqda orada olmuşam. Müharibə vaxtı Qubadlı, Zənginazad oralarda olmuşam. Qapı açmayan olub üzünüzə. Qapı açmayan? Qapı açmayan olub üzünüzə. Yox, hamı deyir gəlin. Bizi istəyir, mən çox istəyir. Sağ olsun. Mən çox istəyir. Bu əslində olanda sizi çox istəmək, yoxsa Hansı məqsədlə istəyirlərsə açıblar həmişə. Yəni sizi siz kimi qəbul ediblər, yoxsa obraz kimi? Birinci obraz kimi qəbul edirlər. Sonra tanıyandan sonra qəbul eləmirlər. Obraz. Anar bəy, həqiqətən auranız çox mükəmməldir, enerjiniz əladır. Belə bir sual verim. Qapıdan içəri Jim Carrey girsə və sizə desə ki, Anar, bir ortaq film çəkmək istəyirəm sizinlə və bütün maliyyəni mən ayırıram. Sizcə o filmdə hansı obrazda olardınız? O filmdə hansı obrazda oluramsa olaram. dəqiq düşünmüsünüz? Gəlib ona görə qapıdadır. Billəmi qapıdadır siz yəni çox da şey Tim Carrey deyir, onun içində olmaq. Məncə o məni çox istəyir, elə şeyə verməz, obraza verməz. Özünə yaxın bir şey verir. Yanımda gəzirəm, balaca qardaşım zaten. Əlini biraz aşağı elə hərəkətlər eləmə, başqa cür görünür. Belə danışıram onu. Saat. Bizim veriliş haqqında nə düşünürsünüz? Sizin veriliş haqqında birinci bilmədim nədir. Qardaş dedi, gəl belə bir şey çəkirik, suallar verəcək falan. Dedim mən okey. Sonra gəldim, məni biraz qorxdular. Dedilər, bax Anar, ola bilər ki, kameranı çıxararsan, nəsə başqa bir hərəkət sildirmək istəyirsən. Dedim mən qorxdum bir anlıq çaya görən. Nə olacaq? Dedi, yəni burada səmimi söhbət edəcək falan beşmirsən. Yəni belə fikirləşmirdim, belə çox əla. Burada qorxduğumdan kimi şey olmadı, yəni suallar falan belə çox pis olmadı. Adamın sayından qorxdun, sual verənin sayından qorxdun, yoxsa belə
Başqa nədən qorxa bilərsən? Yəqin səhvlərin çoxdur, ona görə qorxursan. Heç bizim qorxduğumuz bir dənə qorxmadım. Yox, niyə gəldim? Da demişdim, gəlmişəm, söz vermişəm də. Əslində qaydacıydım yolda. Əkizlər biləcəyəm də bilsən. Dedim yox, qayıtmayacağam, daha söz vermişəm isə bax. Gəldim amma qorxdum burada, həqiqi qorxdum. Mən qorxdum. Dedim, suallar bir dənə çox ağır olar. Mən də demişəm, birdən çəkərik, sonra mən razı olmaram. Ayıb olardı. Amma belə baxdım ki, yox. Burada ən çox kimdən qorxdunuz? Polad Rəmdardan. O da gözümə görsəndi. Bir də baxdım ki, burdadır. Yox, gözlər görsənməyib, həqiqətən burdadır. Hə, burdadır. Onda hələ də qorxduğum odur. Hələ də qorxduğum odur onda. Anar bəy, gəldiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun, var olun. Mən də təşəkkür edirəm Qızıldın dəyəri vaxtı ayırıb bura gəldiyin üçün, səmimi etiraflar üçün, yarı zarafat, qara yumor altında sözlər soxmaq üçün. Əslində Qızıldan dəyərli vaxt deyəndə ki, bayaqdan deyir ki, bekaram da, ancaq işim bambıllıq eləməkdir. Heç Qızıldan dəyərli vaxt yoxdur, amma təbii ki, bu zarafatdır. Çox sağ olun, gəldiniz. Təşəkkür edirik sizə. Xoş oldu sizi tanımaq. İnşallah, amma da xoşlar. Siz də sağ olun ki, çağırdınız, dəvət elədiniz. Çağırırız deyəndə adam fikirləşir ki, yəni bu qədər adam var da. Bu dəvət edirsə deməli sən nəsə bir iş görmüsən, sənin görürlər, tanıyıblar, istəyirlər ki, burada olasan da. Yəni işin böyüklüyü önəmli deyil. Əsas çağırsansa o mənə xoş gəlir ki, kimsə ki, məni adam yerinə qoyub. Adam yerindən sayıb, çağırır, gəlirsən, çoxsa minnətdaram. Qəşəydi, aura qəşəydi, suallar qəşəydi, hər şey bombaydı. Minnətdaram, amma o serialda mənim çağırıb gəlib, hə yox, ağlamalı şeydir. Anar bəy, mən də minnətdaram həqiqətən. Çox sağ olun gəldiyiniz üçün. Çox xoş oldu və belə bir şey deyim, tanıdığım bloqerlər içində ən səmimisi sizsiniz. Ən doğması, ən ürəyə yatanı və səmimi insan olanı sizsiniz və minnətdaram. Çox xoş oldu sizi tanımaq. Çox sağ olun, Allah razı olsun, mən də şad oldum. Həmişə belə qalın, rolu belə tutun. Allah razı olsun. Yenə də qalxırsınız evə. Oturun ona.